Ömrünün 18 ilini xalça sənətinə həsr edən Səadət Fərzəliyeva 1977-ci ildə Quba rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından evlərində xana görüb. İlk vaxtlar bu ona adi bir əyləncə təəssüratı bağışlayıb. Amma illər keçdikcə xalça sənətinə vurğunluğu artıb. İlmələrin, naxışların sehri onu öz cazibəsinə salıb. Səadət xanım, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Çox sağ olun, necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. Əhval-ruhiyyəniz necədir? Yaxşıdır. Xalça toxuyanda ümumiyyətlə sizin əhvalınız yaxşı olur, yoxsa bir? Çox yaxşı olur. Zövq alıram toxuduqca, güllər böyüdükcə. Səadət xanımın nənəsi Gülzar xanım xalçaçı olub. Balaca Səadət ilmə vurmağı elə nənəsinin köməyi ilə öyrənib. Mən uşaq ikən nənəm gilə gedəndə həmişə orada xana görürdüm. Gördüm nənəm oturub, qonşu nənələr oturub toxuyurdular. Mən də həmişə xoşum gəlirdi. Nənəm mənə öyrətdi ilmə vurmağı. 18 yaşımda məktəbi qurtardım. Onda eşitdim ki, burada xalçaçılıq var. Mən də gəldim, bu sənəti yiyələndim. Səadət xanım ilk dəfə xalça toxumağa başlayarkən xanası olmayıb. Amma bu fərasətli xanım çıxış yolunu görün nədə tapıb. Mən 94-cü ildə bura işə gəldim. Bir dənə 15 plan toxudum, heyratı. Ondan sonra bura bağlandı. Evə gedəndə elə bil ki, çox sevdiyimdən bu sənəti mən bilmədim nə edeyim. Elə qərara gəldim ki, oturan stolumuz var idi. Onun üstünü götürdüm. Elə bil ki, o kvadrat idi də. Orada xalça uzatdım. 2 dənə xalça toxudum. 2 dənə balaca belə, hardasa 30-un 30 santiyə xalça toxudum. Birində ilk işim yazdım, birinci işimdə. Xalçada hər bir naxış, ornament özünə məxsus bir fikir, məna ifadə edir. Onların hər hansı kompozisiyada birləşməsi isə xalının mövzusunu müəyyənləşdirir. Həm söhbətimiz toxuduğu xalçalarda xalq rəssamı, özünün mənəvi müəllimi saydığı Lətif Kərimovun əsərlərindən faydalanır. Bizim dahi sənətkar Lətif Kərimov hələ bu çeşniləri çəkəndi bizdə. Hələ bil ki, o çəkib qoyub da onun yetirməliyik biz. Bir dəfə də bura Kamil Əliyev gəlmişdi. O da hələ bil ki, çeşni çəkəndi, bunun sənətkarıdır. Səadət xanım, burada olmuşkən mən də istəyirəm. Dediniz ki, oğlanlar da xalça toxuya bilir. Mənə öyrədərsiniz bunu. Niyə? Məmnuniyyətlə. Aha. Bu elə bıçağa oxşuyur. Bunun adı nədir? Bu elə bıçaqdır, elmə götürəndir. İlmə götürən bıçaq. Aha, indi neydən başlayırıq? Əziz tamaşaçılar, ilk dəfədir bıçaq alıb əlimə xalça toxuyacağam. Bunu götürürük. Aha. Bunun arxasındakini götürürük. Burada var. İkinci sırada olan. Arxasında, elə bil ki, gizlənib o. Aha. Gizlənəni götürüb belə çeviririk. Bunu çeviririk. Aha. Sonra onun elə bil ki, qabağındakını. Dayan, qabağındakı hansıdır? Bunu buraxdıq. Onu belə çəkirsən, bu oje görsənir. Bu? Bunu elə bil ki, bu əlvi altından götürməlisən. Bunu yuxarı elə. Aha. Bunu belə çək. Vay. Sonra bunu götürürsən. Aha. İndi nə edirik? Götürdün, bunu vurursan, ipi balacasını götürürsən. Belə? Balacasını götürüb ayrıca tut. Bunu belə, aha. Sonra bunu belə qırmağa keçirtirsən. Bunu? Balacanı. Sonra bunu belə vurub, bu aradan çıxartırsan. Bunu buraxdın, balacanı buraxdın. Buraxdım. İkisini bir yerdə tutub, belə bassan. Aha. Sonra bu boyda kəssən. Bu boyda kəsirik. Bu artıq atırıq kənara. O, mən vururam. O, siz vura bilməzsiniz. Təzə öyrənmişsiniz. Aha, yaxşı. Alınan məsələ deyil bu bir günü. Bu neçə vaxt da yəni hazırlamaq olur? Yəni neçə vaxt öyrənmək olur? Öyrənməyi elə adam var ki, elə qız var ki, məsələn mən özüm biri. Bir ay öyrənmişəm. Tərifləyirsiniz sizi, düzün deyirsiniz. Yox, doğrudan deyirəm. Ancaq 6 aya mükəmməl öyrənmək olur da. Hər tərəfli döyməyini, qayçılamağını, sonra onun hələ bir ki, bu qıraqları var, düz getməlidir, santıları,
ağzı düz olmalıdır. Xalçadakı naxış kompozisiyalarının gözəlliyi rənglərin düzgün seçilməsindən çox asılıdır. Çünki rənglər bir-birini tamamlamalıdır. Ornamentin ölçüləri simmetrik olmalıdır. Əgər simmetrik naxışlarda ilmə sayında fərq yaranırsa, xalçanın gözəlliyinə xələl gəlir. Hər insan bunu seçə bilməsə də, peşəkarların gözü həmin fərqi tez duyur. Söhbət əsnasında məlum oldu ki, xalıların ərsəyə gəlməsi üçün 5-6 ay vaxt tələb olunur. Ay Səadət xanım, bəs bu qədər vaxt çox deyil ki? Bunu ilmə atmağı var. Sonra bu elə bil ki, o çeşniyə baxıb onu öyrənməlidir ki, burada neçə dənə qara atılmalıdır, neçə dənə sarı atılmalıdır, neçə dənə qırmızı atılmalıdır. Bunları bilməlidir. Sonra elə bil ki, bunu naxışı yerləşdirməlidir, sıxlığını bilməlidir. Eləsi var ki, yavaş döyür, məsələn, gül uzun çıxır. Eləsi var, çox döyür, qısa çıxır. Onun razmerini bilməlidir. Bu qırağı var, bu qırağı. Bu qırağı elə tutmalıdır ki, bu xalça yerə düşəndə düpbəndüz görsənməlidir. Xalçaların toxunması çeşnilər əsasında aparılır. Burada naxışların eskizi, ölçüləri, ilmə sayı əks olunur. Daha sonra bu işlər praktik həyata keçirilir. Bu sənətin incəlikləri çoxdur. Xalının başlığı var, küncü var, gölü var, butası var, yeləni var. İş prosesində xana, ip, əriş, arğac və toxucu alətlərdən istifadə olunur. Xalçaçılıq böyük səbr və diqqət tələb edir. Məsələn, bu bizdə həvə adlanır. Bununla bu toxuyub qutarandan sonra bu arağacı keçirtirik, bununla döyürük, oturturuq. Elə bir ki, yoxsa onu keçirtməsək biz, bu ərişlər aralana bilər. Onu bərkidirik. Burada qayçı da var. Bu qayçından sonra bunu döyəndən sonra qayçılayırıq. Bu eləsi var ki, çalaçıxır qayçılayır, eləsi var dərin basığı götürür. Onları öyrənmək üçün hardasa 6 ay bir qız oturub toxumalıdır, öyrənməlidir. Ondan sonra ona usta demək olar. Xalça toxuyan zaman xana qarşısında əyləşən balaca bir qız diqqətimi çəkdi. Görəsən bu balaca qızcığaz belə çətin işin öhdəsindən necə gəlir? Səadət xanım, o uşaq kimdir orada xalça toxuyur? Xalçaçıdır? Yox, o mənim qızımdır. Artıq boş vaxtlarında gəlib oturub öyrənir. Toxuya bilirdi özü sərbəst? Bəli, elm ata bilir. Allah bəxşə. Onda gedək onun yanına da biz, hə? Yorulmayasan. Çox sağ ol. Necəsən? Yaxşıyam. Mən də yaxşıyam. Adın nədir? Jalə. Jalə. Jalə, neçə vaxtdır sən artıq xalça toxuyursan? Toxuya bilirsən? Bəli. Bunları sən toxumusan? Bəli. Aha, bir dənə toxu baxımı görün. Həmişə gəlirsən, yoxsa dərslərə görə gələ bilmirsən? Yox, dərslərimi oxuyuram, yazıram, sonra gəlirəm. Boş vaxtın olan kimi gəlirsən bura. Allah bəxşə. Sənə uğurlar arzulayıram. Yeri gəlmişkən neçənci sinifdə oxuyursan? 4-cü sinifdə. Çox sağ ol. Təşəkkür edirəm. Uğurlar sənə. Xalçadan söz açdıqsa, mütləq xanaya da nəzər salmalıyıq. Xana, xalçaçılıqda istifadə olunan əsas dəzgahlardan biridir. Səadət xanım, gəlin bizə ətraflı şəkildə məlumat verin ki, hansı ki, bu iplər deyim, saplar deyim, necə keçirilir xanaya, necə olmalıdır, necə asılmalıdır bu rəngbərəng iplər. Bunları hələ bir ki, 2 qız burada oturur, 2 qız arxada. Bu dəmir qabaqda olur, bu qabaqda olur. Ona başlayırıq bunu bir-bir sarıyırıq, qaldırırıq, veririk, aşağıdan verirlər. Belə baxanda o da elə bir işdir. O da hardasa iki gününüzü ona sərf edirsən. Bir gün o olur. Onu uzatırıq, o uzatmaq deyil, 10 santiyə hardasa pambıqdırsa, əgər bu pambıqdır, 50 ilmi yerləşdiririk 10 santiyə. Yox, yundursa, yunda isə 42 ilmi yerləşdiririk. Bu niyə görə belə fərq yaranır? Bu çünki bu pambıq nazikdir, yun isə biraz ondan qalındır. Müəssisənin satış mağazasında sərgilənən xalılar arasında Səadət xanımın əməyi nəticəsində ərsəyə gələn əl işləri xüsusi yer tutur. Burada əsirlərin nəğməsi adlanan xalça diqqətimi cəlb etdi. İnsanlar daşı üstündə şəkil çəkiblər. Şəkil həmin bu daşlar üstündəki elə bil ki, şəkillərdir. Əsirlərdən qalmadır bu. Ona görə də əsirlərin nəğməsi deyilir buna.
Dahi Nizami Gəncəvinin xəmsəsi əsasında işlənən xalça da özünə məxsusluğu ilə fərqlənir. Bayquşların söhbəti də deyilir. Bu Nuşevan və bayquşların söhbəti. Bayquşların söhbəti. Bunu pambıq üstündə toxuyuruq biz. Bunun uzatması pambıqdır. Ona görə biraz gec əmələ gəlir. Həm də ki, bunları sifəti alınmalıdır, bu rəngləri verməliyik. Burada ağac kimi olmalıdır, dağ kimi olmalıdır. Ona görə biraz hardasa, biraz o birislərindən gec əmələ gəlir. Gəlin Səadət xanım zəhmət olmazsa. Maşallah, burada nə qədər araqçın var? 300-ə yaxın var. 300-ə yaxın araqçınlar var. Bunlar hamısı qızlar üçün yoxsa oğlan üçün onlar da var? Oğlan üçün də var, qız üçün də var. Hansı oğlan üçündür? Qırmızı olanlar qız üçündür, hardasa qırmızı işləməyənlər oğlan üçün. İndi bu oğlan üçün deyirsiniz? Bu oğlan üçün. Oğlan üçün əziz tamaşaçılar, qaşlarına bax, güllərinə bax. Bir dənə qoyum görəm mənə yaraşır yoxsa yox. Lap yaxşı. Bunları necə hazırlayırsınız? Mənə çox maraqlıdır. Bunları bir-bir bu muncuqları ipə keçirtirik, tikirik. Belə dedi, üstündəki o dizayn sizdə idi. Siz ancaq muncuqların biz muncuqların papaq özü hazırdır. Aha. Buna nə qədər vaxt gedir? Bu hardasa bir 4 günə işləyirsən. Çünki bu bir-bir hardasa bəzək verirsən də buna da rəng verirsən xalça kimi. Aha. Bunu da xalçaya oxşatırıq biz. Bəs qiyməti əsas məsələ. Qiyməti 10 manatdır biri. 10 manat. Baha deyil. Niyə? Bu muncuqlar bir muncuğu pulunu alırıq. İynənin pulunu alırıq, sapın pulunu alırıq. Lap yaxşı. Yerli turistlərlə yanaşı xarici turistlər də Azərbaycan xalçalarına böyük maraq göstərir. Onlar daha çox yun xalçalara üstünlük verir. Əsas yuna üstünlük verirlər, yun olsun. Amma maraqları belə sujetli xalçalarımıza çox maraq gətirib göstərir. Niyə görə istəyirlər ki, yun olsun, pambıq olmasın? Onu bir analiz eləmişsə soruşmusunuz ki, görürsən niyə görə pambıq yox, yun istəyirlər? Yun hələ bir ki, insan üçün keyfiyyətlidir də, yəni sağlamlığına görə keyfiyyətlidir. Uzatması da yun olsun, toxunuşu da yun olsun, ona üstünlük verirlər. Təşəkkür edirik sizə, Səadət xanım. Gəlib çatdıq verilişimizin sonuna. Biz sizə uğurlar arzulayırıq bu çətin işdə və xalçalarınız elə toxunan kimi satılsın. Çox sağ olun. Sizə də öz təşəkkürümü bildirirəm. Belə əziz tamaşaçılar, verilişimiz sona çatdı. Gələn həftə əməkdar verilişində görüşmək ümidi ilə sağ olun, salamat qalın.